Herkese selamlar dostlar, ben Elvin Aliyev. Bu günlər sizlərlə birlikdə Flex proqramını inceləyəcəyik. Bu videoya keçmədən öncə bunu deyim ki dostlar, mən bu məlumatları internet sayəsində əldə etmişəm. Yəni intellekt, YouTube və web saytları sayəsində. Web saytlarını açıqlama yerinə qoyacağam. İstərsinizsə keçib baxa bilərsiniz. Orada ailə və şagird üçün bütün məlumat var. Əgər hər hansısa bir sualınız olarsa, orada kontakt us yerdə var. Qaldığınız ölkəyə görə orada Gmail və nömrələr olur. O nömrə və Gmail-ə yazaraq bir şəkildə onlarla kontakt qura bilərsiniz. Yəni tamamilə düzdür, çünki mən də qurmuşam və danışmışam. Deməli bu proqram nədir? Bu gün baxacağımız proqramın adı gələcəyin liderlə mübadilə proqramıdır. Yəni Flex proqramıdır. Bu Flex proqramını təşkil edən ABŞ tamamilə özü maliyyələşdirir və bir il müddətində siz orta məktəb təhsilinizi orada təkrardan alırsınız. Elə bil burada 11-ci sinifi bitirirsiniz və imtahanları verirsiniz. 12-ci sinifi orada oxuyursunuz və bu müddətdə hər şey tamamilə pulsuzdur. Ancaq bir neçə şeylər var ki burada. Misal üçün Azərbaycanda əgər xəstəliyiniz varsa, bu gedir Amerikada yenə ortaya çıxırsa, ABŞ bunu özü ödəmir. Amma əgər sizin ABŞ-da başınıza hər hansısa bir qəza, xəstəlik gələrsə, ABŞ bunu özü ödəyir və sizi qəyyum bir ailəyə verirlər. Getdiyiniz vaxt qəyyum ailədə ana, ata, bacı və yaxud da qardaş ola bilər, sizdən balaca və yaxud da sizdən böyük ola bilər və həmin müddətdə dostlar sizinlə başqa bir ölkədən qalanlar da ola bilər və yaxud da sadəcə siz ola bilərsiniz. Narahat olmayın, sizi orada, yəni tamamilə öz övladları kimi baxacaqlar və sizə aylıq dostlar təqaüd bilə verəcəklər. 100 və yaxud da 200 dollar arası bir təqaüd sistemi var oranın. Deməli dostlar, belə bir şey danışım ki, bu imtahana qoşulmaqdan ötəri siz 11-ci sinifdə oxumalısınız və 11-ci sinifin imtahanlarını bitirməlisiniz və daha sonrasında sizin üçün bir şəkliniz olmalıdır gülərəkdən və sizin sağlamlıq kağızınız olmalıdır. Bu imtahana əlil şəxslər belə qoşula bilir. Yəni hər hansısa bir probleminiz varsa bu proqrama qoşula bilərsiniz. Yəni bu proqram tamamilə hər kəsə açıq bir proqramdır və həmin bu proqramın gələcəkdə bizə nə kimi köməyə toxuna bilər? Biraz o haqqda danışım. Bu proqram bizə gələcəkdə artıq oradakı orta məktəb müddətini bitirəndən sonra, Azərbaycana qayıdandan sonra və yaxud da orada mən bilən imtahan verib oxuya bilərsiniz. Bu proqram sizə dostlar tam təqaüd almanıza belə kömək edə bilər. Gələcəkdə Erasmus kimi proqramlara qoşulmaqda sizə köməklik edə bilər. Yəni bu proqram həqiqətən də sizin CV-nizdə çox qəşəng göstərəcək. Sadəcə yəni gələcəkdə universitetlərdə belə fikirləşin ki, tam təqaüd almasını o universitetdə oxumağınıza köməklik edə bilər. Hər hansısa bir yerdə işləsəniz, bu proqram həqiqətən də sizə çox köməyə toxunacaq. Bu proqram pulsuzdur dediyim kimi. Avqust ayında başlayır və bir il müddətində davam edir. Proqram 3 hissəyə bölünür. Birinci hissədə onlayn şəkildə siz öz saytlarından qeydiyyatdan keçsiniz və essay yazsınız. İkinci müddətdə dostlar yenə essay yazsınız və interview mən bilən olmalıdır. Əgər olmursa da 3-cü hissədə interview olur və sizin ailənizdə artıq görsənir. Siz artıq bu 3-cü hissədə siz qəbul alırsınız və sizə Azərbaycanda bir neçə məntəqə olur ki, bu proqramı təşkil edənlər sizinlə görüşür və sizin kimi bir neçə uşaqlarla orada sizə bəzi şeyləri izah edir və bu proqram dostlar həqiqətən də çox qəşəngdir. Çünki bir il boyunca siz orada pulsuz təhsil alırsınız, üstəlik təqaüd alırsınız. Gələcəkdə də sizin CV-nizə çox qəşəng təsir edir. Bu proqram deyir ki dostlar, B2 səviyyəsində ən azı olmalısınız ki, yəni özünüzü rahat izah edin. Essaylərdə mən araşdırdığım qədərilə B2 səviyyəsində olmalısınız. Yəni ingilis dili səviyyəniz həqiqətən də yaxşı olmalıdır. Əvvəl mən onlarla kontaktə keçdiyim vaxt bir qadınla danışmışdım WhatsApp üzərindən. Onlara yazmışdım ki, Gmaildə öz suallarımı yazmışdım. Onlar da mənə dedilər ki, bizə telefon nömrənizi buraxın və özləri mənimlə əlaqə qurdular. Həqiqətən də çox qəşəng idi. Normalda görmüşük ki, biz onlara yazaq, ancaq onlar bizimlə əlaqə qurdu və mən onlardan bir neçə sualımı soruşdum ki, bu proqramda əsas nəyə baxırlar deyə. Onlar mənə dedilər ki, bu proqramda uşağın şəxsi fikirlərinə baxırlar. Yəni çox da qrammatik səhvlərə
baxmırlar. Amma mən sonra bunu süni intellektdən soruşduğum vaxt dedim ki, yəni mənimlə belə dedilər, bu həqiqətən də yəni belədirmi? O mənə isə dedi ki, burada isə qrammatik şeylərə də baxırlar, quruluşlarına da baxırlar. Yəni bu haqqda dostlar tam məlumat yoxdur. Ancaq mənim nə qədər ağlımda məlumat varsa, çalışıram ki, bunu sizə verim. Bu proqram sizdən istəyir ki, öz Azərbaycan mədəniyyətinizi dostlar, Amerikada digər mədəniyyətləri ilə tanış eləyəsiniz və həmin də ABŞ-da qaldığınız vaxt onlar da sizə öz mədəniyyətlərini tanış edirlər və beləliklə arada münasibətlər güclənir. Yəni dediyim kimi ABŞ bunu özü təşkil edir, digər ölkələrlə aradakı münasibəti gücləndirmək adına olur və tamamilə pulsuzdur. Qeydiyyatdan keçməkdən ötəri dostlar, mən çox araşdırdım, düz tapamamışdım, amma bir neçə araşdırmadan sonra tapdım. Qeydiyyat linkini belə aşağı qoyacağam. Bu yayın avqustunda imtahan başlayır. Əgər həqiqətən də özünüzə güvənirsinizsə, ingilis dili səviyyəniz varsa, bu proqramdan yoxlamanızı istəyirəm. Çünki həqiqətən də bu gələcəkdə sizə çox köməyə toxuna bilər. Yəni ən azından belə fikirləşin. Bir il gedib Amerikada pulsuz təhsil alırsınız. Məsələn, çox insan var ki, qorxur, gedəmir. Yəni Amerikada universitet təhsil almağına qorxur. Çünki orada artıq siz özünüzə baxırsınız, universitetə pul ödəməlisiniz, işləməlisiniz. Bunlar biraz çətin məsələdir. Bir il müddətində siz orada qaldığınızda siz artıq bunları bir deneyim kimi özünüzə yığırsınız. Dostlar, bunu deyim ki, bu proqram gələcəkdə sizə çox köməyə toxuna bilər. Çalışın ki, proqrama başlayırsınızsa, gedirsinizsə, bir hədəfiniz olsun. Misal üçün, mən nə üçün indi gedirəm sualı verəndə təcrübə edinməkdən ötəri deyil. Bunu sadəcə bir gələcək hədəf üçün də qoyun. Misal üçün, mənim gələcək hədəflərim çoxdur və bu haqda da çox fikirləşirəm. Yəni, sizin də mütləq bir dənə gələcək hədəfiniz olsun. Əgər ingilis dili səviyyəniz azdırsa, mənim də yəni çox möhtəşəm deyil. Danışıram, ancaq qrammatik səhvlərim olur və hardasa belə deyim ki, A2+ ola bilərəm. Yəni çox böyük deyil. Amma yenə də özümü yoxlayacağam və yoxlayanlara da buradan uğurlar diləyirəm. İnşallah qəbul olarsınız. Yəni dostlar, bu qədər idi. Bu videoda yəni çox böyük bir şey yoxdur. Sadəcə məlumatlar verdim sizə, kiçik məlumatlar. Hələ hardasa bir yerdə əksik məlumat verdimsə, YouTube-da dediyim kimi araşdıra bilərsiniz. Bu haqda video çəkən bir neçə kanal görmüşdüm. Onların da videosu hardasa 30 dəqiqə falan olmalıdır. Orada daha geniş bir məlumat var. Burada mən sizə isə daha kiçik bir məlumat verdim və istəyirsinizsə aşağıda qoyduğum linkdən veb saytlarına baxa bilərsiniz. Orada şagird və ailə üçün də bölmələr var. Və beləliklə dostlar, videomuzun da sonuna gəldik. Daha çox belə videoların gəlməsini istərsinizsə, şərhlər bölməsində yaza bilərsiniz. İstədiyiniz hansısa bir mövzu varsa, o haqda danışmamı istərsinizsə, yazın. Mən də o haqda danışım. Gələcəkdə dostlar, artıq biznes haqqında videolar gələcək. Yəni misal üçün indidən sizə bir şey deyim ki, gələcəkdə əgər YouTube biznesinə başlamaq istəyənlər olarsa, bu haqda da videolar gələcək. Özünüzə yaxşı baxın. Hamınıza bol çalışmalar və yaxşı gələcək arzulayıram. Hələlik.